heç bu haqda da danışmamışdım. Bircə kəlmə çıxanda zəng edib, ağlayaqda təbrik eləmişdim. Amma mənlə çox Rəqsanəyə zəng edən və yaxud yoldaşına zəng edən, qızına zəng edən, qaydına qalan birinci dəfə deyirəm, heç demirəm də. Və ora məndən başqa heç kim pirdaçı yollamayıb məlumatıma görə. Çünki görüş mümkün deyildi. Demirəm, onun ehtiyacı yox idi, onun sahibinin hər gün gedirdi. Ancaq bu mənim xarakterimdir. İnsanın dar günündə istəyirəm, yaxşı günündə heç Rəqsanə ilə illə danışmıram. Amma insanın ki, bu zindanda nə olduğunu, Teymur Rəqsanə üçün nə olduğunu mən onu bilirəm. Kişi üçün ağır bir şeydir, Rəqsanə üçün o bir şey çətindir. Allah qapısını açsın, zəng də vurdum, danışdım da, qızı ilə də, özü ilə də. Allah kesin günahlarından Rəqsanə yaxşı qızdır. Rəqsanə sözün əsl mənasında yaxşı qızdır. Xalqının önündə olandır, göz qabağında olan şeylərdir. İndi onu da bilmək olmaz hələ nə deyil, amma elə Allah qapısını açdı, şükür Allah'a da. Səncə yaxşı olacaq mı? Təbii ki. İnşallah. Təbii ki, yaxşı.